Araz çayı. Sovet Azerbaycanı ile İran Azerbaycan arasındaki serhət buradan başlanır. Bu qədim körpülər uzaq zamanların yadigarıdır. İndi iki sahili biri-birindən ayıran bu körpülər bir vaxt var idi ki, onları birləşdirirdi. Araz. Bu söz nə qədər əziz və kədərlidir. Hər bir xalqın bu cür sözləri vardır. Tarixin vərəqələrinə yazılmış belə sözlər ötən günlərdən xəbər verirlər. Araz, Azərbaycanı ikiyə ayıran çay, xalqın böyük bir qismini yadlar əlində qoydun. Ellər, aşıqlar səni gözyaşı deyib çağırırlar. Köşkü balaban Araza baxar, Arazın suyu gözlərdən axar. Sahilləri bir-birindən ayıran məsafə o qədər azdır ki, çayın o tayında nələr olduğunu bu tərəfdən görmək olur. Bu, Arazın o tayıdır.